Hədəf 50 milyonun part 3-ündəyik. Deməli, indi pulumuzu 50 milyon eləyib, pulumuzu sıfıra basacağıq. Amma bir dənə bu səs səviyyəsini biraz endireyim, səsi çoxdur oyunun. Gedək bazarda nələr var. Bazarda nədir? 5 dollar ol. Məndə də yox idi özü bu maşın. 5 dollara aldıq ya. Başqa nələr var? Söylər deyəsən bu nədə? Bunu satmaz yəqin ki. Kamaz satılır. Neysə bəxtimiz gətirdi. Birinci sunucudan geçən maşın. Bu kimdir? Qaqaş oturdu yanımızda. Bugünkü hədəfimiz yarış eləməkdir. Bir də pulumuzu qaldırmaqdır. Hər ikisini eləyək. Bir dənə bu F90 yarışı da. Yarışı qəbul eləmir bu. Bir dənə bundan yarış atım qəbul eləyər. Da qəbul eləmir. Nəsə bug var deyəsən. Qəbul eləmir yarışları. Ha, bu qaqaş. Məndə də problem. Yarış çəklərini kapatır. Yarım çəklərini atır. Heç birinə getmir sizi. Oy. Bir dənə çizim var. Çizim alabilirim. Bir dənə bura gələk. Ötərəm maşının özündən. Maşın içində adam yoxdur. Maşın gedir ya. Buna lazım deyil pul təklif etmək. Gedək normal bazardan şöyle çıxaq, gedək biraz şeyə. Ora gizlənib adam keçən kimi vursun. Neyse biraz da təzə güncəlləmədən danışaq. Təzə güncəlləmə gələn kimi mən beta olmadığım üçün bilmirəm hələlik nətəndir təzə güncəlləmə. Təzə güncəlləmə gələn kimi başlayayım belə maşın yığmağa. Sonra o təzə gələn deyəsən o 2 dənə yekə kamazı eləyibdilər. O səviyyə ilə verirlər, bir də Pradonu. Onları da 40 səviyyəliyib ala bilərəm, amma kamaz üçün VIP lazımdır. VIP də real pulla istəyir, onu ala bilmərəm. Ancaq Pradonu ala bilərəm. Pradonu da altına qararım, onu bilmirəm. Bir də ki o Pradonu aldıqdan sonra o səndə həmişəlik qalsa, yəni satdıqdan sonra yenə almaq olsa yaxşı olar. Yəni onu istəyərdim. Satdıqdan sonra yenisini almağa. Pulsuz olmağını istəyərdim. Çünki o qədər əziyyət çəkib 40 level eləyib onu alsın, ondan sonra bir dəfəlik olmağı məncə pisdir. Qaqaş da dalıma yapışır. Bu da ki qəşəng drift ayarlı maşın çıxdı. Mən bunu ancaq lov elədim. Bu drift ayarı oldu bütün. 2000 EP eləyən kimi. O çıxılaşdıq. Sunucu dəyişdirə bilərəm, amma biraz gəzəcəm bu sunucuda. Bu sunucuda biraz drift atıfdan sonra. Bu nədir? BMW-dir. Başdan bıraq. Bu nədir? Onun da adı başdan bıraq. Neyse biz bayaq aldığımız o 5 dollarlıq maşın sataq. Onunla işləyək bir də. Bunda məndə yox idi, yaxşı çalmışam. Bir dənə Yapon maşınında geçsən. Nasıl bir şey bu zad olmalıdır bu. Bu nədir? Maşının necə qoyublar. Mən qardaşa salam. Yəni bilmirəm ta kimdir, amma məncə pis yox bu maşına. Bu maşına qəşəng bir dənə disk taxaq. Japon maşını deyəsən bu. Qəşəng Japon disklərini taxmaq olar belə. Aha, indi bunu düzəldək belə. Qəşəng. Əgər Minecraft videolarını xoşunuza gəlsə yenə ataram. Mən bu videolara belə atmamın səbəbi bayram vaxtıdır deyə rahat səslə video atıram.
Məktəb vaxtı açılanda 6 baza ata bilərəm maksimum. Beş yazaq, nasıl bir iş? Evo yazaq. Bilməm tay markası, ona görə Evo yazıram. Bilməm Mitsubishi Evo'dur. Çünki bunu biraz loqonu bir də balacalaşdıraq ki, buna bir qoyaq. Rahatla. Aha. Bunu da çox bir şey eləyəsi deyiləm. Hasan belə xırda xuruş toxunma ilə bunu qəşəng qiymətdən satmaq fikirləşirəm. Amma bunu Çində satayım, yəni Azərbaycanda bunu alan olmaz yəqin. Çin kapılmasından bunu alan olmaz Azərbaycanda. Maksimum Çində alanlar bu viddə. Bir dənə buna qəşəng. Məndə var imiş bu deyəsən. Qəşəng yığmışam. Ha, var imiş. Oy, maşının dəyəri artdı birdən-birə. Basırıq, tam basaq. Qabanı biraz içə saldıq. Donanı biraz içə salaq. Dönməni fulləyək, qəşəng. Yaxşı video dayanır. Aha. Deyəsən, buradan bir yaxşı spoiler var. Yandan aldıq, amma neyəsə. Maşına xasturası spoiler axtardım, onu tapdım. İndi bunu bu videoda sata bilməyərik. Ona görə buna bir dənə asan formada bir dənə nömrə taxaq. Məsələn bu. Bunu da 2 dəqiqəyə aparıb sataq. Təxminən buna coin basketləri olduğuna görə rahat 5-6 milyon deyərəm. Yenə hasar şey çıxır. Ona da fikir vermirəm. Nə qədər çıxırsa çıxsın. İçinə girək. Bir də baxdıq Çindən də bir dənə maşın fırlatdıq. Almaq olar, bilmək olmaz. Aha. Maşın yavaşıymış, amma nəysə. 5 dolara aldım bunu indi. Bunu satsam 20, yox. Mən çatı baha satmaq istəyirəm. Nə baxan nə ucuz. Orta qiymətdən. Tezcə görək. Bazarda adam yoxdur. Və indi getdik kimi geri qayıdayıq bu. Amma qəşəng yığıb ha. 2 milyon mən yazım buna. 2 milyon biraz çox getdi. Aha, 2 milyon. Qoqoşun götürdüyüm maşına bax buna. Buna nə? 40 satır bunu. Satsa onu. O dəqiqə. O satır. Deyəsən. Ha, satır. Satır dedim, amma satmır deyəsən. Bu nədir? Elə belə yığıbdır. Bu qəşəng yığıbdır kimsə. Fikir almaq olar bundan. Yüngülü var. Yəni bu maşını alıram. Mercedes'i. Ya da yox. Bizim maşınımızda olan yoxdur. Buna bir dənə yazım görüm. Təklif edeyim. 3. Bizə oradan bir 6 milyon qalmalıdır da. 30 neçə milyon verə bilərəm buna. 30.
38 keçsə məndə pul qalmıyor. 35 milyon yazım. 35 milyon. 35 milyon. Satsa olurum 35 milyona. Bilən bu bahalı təklif elməyə. Alım 35'e. Getdi. F90 gəldi sarı fara. Buradan alınmaz deyəsən. Boş şeydə girdim bura. Şu 10 dəqiqəmiz getdi, nə tez getdiyinə fikir vermədim heç. Yaxşı, 10 milyon olmasa buna 500 min qoyum, olsa pulsuz almışam. Gözüm F90'dadır, F90'ı qoyan kimi alaram. 500 min qoyum. Tez alsınlar. Tez yeni alınır. F90 gəldi. Bayaq F90'dır. Əgər test atsa qəşəng qiymət alaram. Yəni gedim biraz. O satan deyil bu. Vallahi bu maşın bir dəqiqə Azərbaycanda belə bu qiymətə qoysam alırlar. Təzə bir dənə Azərbaycana girib bu maşını Azərbaycanda sataq. Qabağa düşər çıxar. Afrikansda da satmaq. Afrikansda girən kimi sata bilərəm. Televizor satsaq bunu qəşəngləyə. Amma ucuz maşın almağın dərdindədir. Of, bazar qaynayır. Dur, gözdən tapsaq alaram. Yok, içi yok. Arkadaşımız deyəsən əlimizdən aldı yeri. Bilmirəm, tez bazar sata bilsəm qəşəng olar buna. Coin kit. 6 yok, 5 yok, 4. Aha. Coin kit. $3 milyon gəldi. Ok. 3 milyon da verirəm. 3 milyon. Bir. Babamı almıyor. Da bu kimdi ya? Sağ ol. Məsələn bu. Çıxabilir. Yəni cəmaət oyunda səs salmağına nifrət edirəm. Danışmağından ona görə bu ölkələrə çox, nə deyim, girmək mənasızdır. Tez bulsaq Azərbaycan gibi satılaq yaxşı olar buna. Ya, 46 saniyə hesab çatdıramarıq. Bu yüklənən kimi dalından bir dənə video daha atıram. Bunu satılan kimi. Bu satılan kimi video atayım. Bu video burada qurtarır, amma dal gəlir indi.